Dünyanın inkişaf eləmiş ölkələrində poliklinikalar sistemin ən önəmli halqasıdır. Danimarka, İngiltərə, Niderland kimi ölkələrdə hər vətəndaşın öz ailə həkimi var. Ailə həkimləri xəstənin tarixçəsini izləyir. Göndərişsiz heç bir xəstəxanaya getmək mümkün deyil. Klinikalar sistemin mərkəzi sayılır. Bizdə də bu sistem nəzəri olaraq var, amma praktiki olaraq təəssüf ki, işləmir. Bütün bunlar da dövlətə daha baha başa gəlir. Bəs həll yolları nələrdir? Poliklinikaları işlək vəziyyətə gətirib xəstəxanaları bu qədər həddindən artıq yükdən qurtarmaq üçün deyərdim ki, ailə həkimi modelinin real tətbiqi vacibdir. Rəqəmsal poliklinika mütləqdir. Nəticəyə əsaslanan maliyyələşmə olmalıdır. Yəni daha yaxşı nəticə göstərən poliklinikalar daha çox maliyyələşməlidir. Avadanlıqlar yenilənməlidir. Hər poliklinikada laboratoriyalar yüksək səviyyədə olmalıdır, standartlara cavab verməlidir. Profilaktikaya investisiya olunmalıdır. Xəstələnəndə çəkilən xərc daha çoxdur, nəinki əhalinin xəstələnməsinin qarşısını almağa çəkilən maliyyə. Ona görə də deyərdim ki, profilaktika və buna qoyulan investisiya daha vacibdir. Siz də öz poliklinika təcrübələrinizi bölüşün, sistemi birlikdə yaxşılaşdıraq.